Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə İstanbuldasınız. Gördüyünüz kimi İstanbulun çivisi çıxmış. Burada yaşamaq olmur. Bu maşınları niyə ümumiyyətlə bura buraxırlar? O da çox maraqlı bir məsələdir. Maşın da gəlib düz yanımızda saxladırdı. Bu dəxilsiz dar küçələri mən sevirəm. Bununla bağlı pis bir şey deyə bilməyəcəm. Bütün türk seriallarındakı adamlara oxşuyurlar buradakı hamı. Turistləri çıxmaq şərti ilə. Öyle şah sıkırdım ha. İlk dəfədir İstanbuldayım bu arada. Öncəsində Giresun və Kahramanmaraş şəhərlərində olmuşam. Niyəsini soruşmayın. Sifətimdən zəhrimar tökülməyinin səbəbi yorğun olmağımdır. Gecəni yatmamışıq. Ən ucuz bilet gecə saat 4-də olduğuna görə. 4-də çıxıb gəlib 6-da 7-də bura çatmışıq. Bu İstanbulun birinci videosudur. İkinci videoda bu videodan bir müddət sonra Sokak Lezzetləri adı altında çıxacaq. İstanbulun naz nemətlərindən daddığımız video. Buna baxandan sonra kanala abunə olub bildirişləri açın ki, digər videoda gələndə xəbəriniz olsun ki, səbirsizliklə gözləyərək baxasınız. Dolmabahçe Sarayının qabağındayıq. Bura girə bilməyəcəyik. Niyəsini deyim, göstər. Bu sıra başlayır o küçənin o biri başından. Bilmirəm, belə tarixi yerlərlə mənim çox aram yox deyə. Bayaq onu fikirləşdim ki, mən burada atıram. 2 saat sıra gözləyəcəmsə, mən 2 saat sıra gözləyə bilmərəm. Yəni, mən dünyada 2 saat sıra gözləyə biləcəyim bir şey olduğunu düşünmürəm. Mənim yerli insanlar daha çox maraqlıdır, nəinki məkanlar. Ona görə bundan sonra insanlar haqqında danışacağam. Məsələn, insanlar haqqında qəribə bir detay. Daha doğrusu belə insanlara edilən bir detay. Həm istər marka olsun, istər dövlətin göstərdiyi xidmətlər olsun, bir çoxunda yazıları geri zekalıya anlatırmış kimi anlatırlar. Məsələn, hovuza girmək tehlikeli və yasaqdır yazılıbdır. O hovuz dediyi də budur, fontan. Bura sadəcə bir dənə üzmə şəkli və kres qoysaydın ən pis variantda bəs idi. Sonra metrolarda zətdə kart var, bir dəfəlik istifadə üçün kartdır da. Adını belə qoyublar, kullan at kart. Yəni bildiyin adları elə qoyublar ki, insanlar da hər şeyi başa düşsün adından yəni. Hepsi burada .com. Məsələn, hepsi burada. Sonra bir dənə də şey var, yemək yerlərinin adlarını görün. Burger yiyelim. Yəni belə bir markalaşmaq şeysi yox, yəni marka adı düşünün, böyle cool bir adı düşünün şeysi yoxdur. Ən basic'in basic'ini düşünürlər. Kahve dünyası. Məsələn, mən Trendyolun adına şokdayım. Yəni necə onu, bu ad necə tutubdu Türkiyədə, mən şoklar içərisində yaşayıram. Yəni Trendyol heç bir əlaqəsi yoxdur da, yəni alış-verişlə zadla. Bu havuza girmək yasaqdır, orada bir dənə yazıblar. Skuterlar var məsələn. Skuterın adı şeydir. Bin. Sonra birinin adı şeydir. Hop. Burada məni narahat eləyən şeylərdən biri, daha doğrusu narahat eləmir. Sadəcə çox fərqli gələn şeylərdən biri odur ki, çox uzun cümlələr qururlar bunlar. Məsələn, Nigar Davud bayaq deyir ki, köynəyimin rəngi güllərin rəngindən eynidir. Mən də bundan başa düşürəm ki, Nigar Davud şəkil çəkmək istəyir. Amma bunu bir türk demiş olsaydı, çox böyük ehtimal ki, belə deyəcək. Bakar mısın? Çiçeklerin rengi benim bluzumun rengiyle aynı. Hadi gidelim de benim fotoğrafımı çek. Oğlan da gayet diyecek ki, tabii ya Instagram'da paylaşırsın. Hadi gidelim zaten. Uzun danışırız. Bu nə qədər yaxşı, pis bir şeydir bilmirəm. Bir tərəfdən yaxşıdır. Məsələn, bayaq eyni şeyi bir dənə uşaqla ata arasında gördüm. Uşaq qayıtdı atasına, uşağın 2-3 yaş falan vardı. Uşaq qayıtdı atasına dedi ki, buradan gedək. Hətta əllə göstərdi. Ata da qayıtdı dedi ki, hayır, doğrudan ilerleyeceğiz çünkü arabamız orada. Yani bu çok güzel bir şeydir. Uşağı qulaq asır, uşağı sayır, dediklerini başa düşür ve geri cavab verir. Mesela bizde olsaydı ama, cəhənnəm ol kes bu tərəfə, kes kafama, sənə çörək çıxası deyil. Zat, belə bir şey deyəsiydi. Məncə biraz insanı geri zekalılaşdıran bir şeydir. Çünki tək sözdən anlamır insanlar. Biraz çevikliyi azaldır məncə bu. Belə bütün informationu almalıdır ki, bir şeyi başa düşsün də, onu da demək ki. Amma bir tərəfdən də yaxşıdır ki, o sosial kommunikasiyanı, sosial gücü artıran bir şeydir. O cəhətdən çox sevirəm. Bebek sahilindəyik. Tam bir marketin qurbanı olduğumuza görə. Mən olmamışım. Olmusan. Deyəcəm niyə olduğunu. Hər yerin adını bilirik.
Arnavutköy, Bebek, hər yerin adını eşitmişik. Marketin qurban deyə olur. Nə deyir? Seriallara baxmışıq. Türklərin seriallarına baxmağımız da zaten bir marketing qurbanlığı deyilmi? Yəni bir kültür qurbanlığıdır da. Yəni adamlar mədəniyyətlərini bizə sırıyıblar. Gəlməyi planladığımız yerlərin hamısı da bu adını eşitdiyimiz yerlər idi. Məsələn Bebek, gəldik. Nə var burada? Sahil, dəniz, dəniz hər yerdə var da. 3 dənə bahalı restoran var idi. Galenvagenlər var idi. Teslalar var idi təzə-təzə. Yəni bu Bebeğin adının hardan gəldiyini araşdırdıq. Osmanlı dönemində ilk dəfə bura məskunlaşan adam uşaq olub. İlk bir dəfə uşaq doğulubdu və bir ailə köçübdü bura, bir uşaq doğulubdu və ilk məskunlaşan adam Bebek olubdu. Ona görə Bebek olaraq qalıb da. Yəni belə ekstra möhtəşəm bir hekayəsi yox imiş. Heç nə. Türkiyə vloqumuz humharcasına və aşırı maraqlı olaraq davam eləməyə davam edir. As bayrakları as. Asıblar. Qalata körpüsünün yanından mindik vapura, gedirik Kadıköy'ə. Nə qədər pul verdik biz? Heç baxmadıq. 30-40 lira falan idi yəqin ki. İstanbul kart möhtəşəmdir. Normalda NFC də keçir zaten. Avtobuslarda, metrolarda və ya hər hansı bir yerdə. Yəni kartla da ödeyə bilərsiniz hər hansı bir kartla. Sadəcə hər hansı bir kartla ödəyəndə 50 TL ödəyirsiniz məsələn. İstanbul kartla ödəyəndə 35 TL ödəmiş olursunuz. 15 TL də hardan baxsaz 70-80 qəpik pul eləyir də, yəni 15-60 qəpik. 60 qəpik artıq əski ödəmək Bakıda bir dəfə metroya minməkdir. Yəni az pul deyil. Nə isə Mişkənəşkoş, Qalatanı göstər. Evet arkadaşlar, Kadıköy sokaklarındayız. Dedikləri qədər çox adam yoxdur. Mən daha abartı düşünürdüm əslində. Amma adam çoxdur. Yəni mən daha belə heç... Yox, məncə küçədə zorla yerimirik. Küçədə zor yeriyirik. Az adam dediyim 3-4 nəfərdə 28-ə getsəm bu saatda. Gör necədir. Taksimin o küçəsi var idi. Hə, ora məsələn bərbad idi. Amma Targovunun da o saatlarını görmüşük də yəni. Bir dənə yerə girdik bayaq. Düzdür, yemək videolarını, o birisi videoda danışıram, yemək şeylərini. Sarıyer börəkçisi var məşhur burada, Sarıyer börəkçisi. Biz getdik təsadüfən, elə belə dayanırdıq bu arada, dincəlirdik. Sadəcə yorulmuşduq, oturub bir çay içəsiydik. Oturdum, bir dənə çay dedim, bir dənə paxlava istədim ki, boş içməyim onu. Bir porsiyon gətirdilər, 4 dənə. Dedim, mən bunu neyniyəcəm, heç nə demədi. Afiyet olsun dedi şərəfsiz. Tualeti də çox çirkli idi, iyrənc idi. Normalda buradakilərin tualetləri çox təmiz olur. Danışmağa davam edirəm. Hə, normalda buranın tualetləri təmiz olur, amma oraya iyrənc idi. İyrənc olmağının səbəbini də deyəsən bildim. İçəridə işləyənlərin heç biri türk deyildi. Məncə Suriyelilər idi. Düzgün türkçə danışmırdılar, qırıq danışırdılar və daha qaraydılar falan. İlqçilik eləmək istəmirəm, amma Suriyelilər həqiqətən türklər bəlkə də o qədər algı olaraq soxub ki, ağlımıza. Yəni biz də ərəblərdən az sevməmişik zaten. Yəni türklərin Suriyeliləri niyə sevmədiyini başa düşürəm. Düşünsənə ərəblərin bir yerdən sonra Azərbaycan dilini öyrənib gəlib bizdə obyekt zad açmaqlarını. İyrənc. Düz gedirik biz. Nəysə, hələ ki dayandıraq.
Üsküdardayıq. Anadolu yakasında. Belə bostanlar var. Bu bostanlar bir çox yerində var İstanbulun. İldə bir dəfə çəkiliş olunur. Lotereya olur. Lotereyada bu bostanları ərazi bölüblər görürsüz. Bunu vətəndaşlar udurlar. Udurlar, sonra bu bostanda gəlirlər, nə istəyirlər, əkirlər. İstanbul o qədər soxa-soxdur ki, o qədər belə şey var ki, heç kimin necə deyim, məhəlləsində belə bu boyda ərazisi yoxdur təsəvvürlə bir şey eləməyə. Gərək ancaq getsinlər, bilmirəm, biz indi şəhərin ətrafında fırlanırıq, hər yer binadır da, yəni. Bu boyda ərazi yoxdur, yəni heç kimin. Uşaqlar harda futbol oynayırlar, harda bir şeylər, mənə çatmır Allah. O dar küçələrdə qalanlar. Və buradan necə futbolçu çıxır? Və bizim hər həyətimizdə stadion var, amma hələ də düzəmərli bir dənə futbolçu çıxmayıb. Nəsə bir neçədən çıxıb yaxşı. Çıxmayıb. Qlobalda futbolçumuz yoxdur. Bir şey başa düşmədim prosta. Gəlirlər, nə edirlər? Buranı əkirlər, eləyirlər, becərirlər. Sonra da öz məhsulu da özlərinə götürürlər. Həmişə kitabxanalara gələndən sonra fikirləşirəm ki, daha çox kitab oxumalıyam. Az oxumuram. Mümkün qədər. Momo. Məsələn, Momo kitabı ən sevdiyim kitablardan biridir bu arada. Uşaq kitabıdır, amma bir çox yaxşı kitab uşaq kitabı olaraq yazılsa belə, çox böyüklərə də bir çox şey öyrədir. Momo da onlardan biridir. Fransada, Parisdə yaşayan evsiz bir qız uşağından söhbət gedir bu kitabda. Çox maraqlıdır. Oxuyun. Hətta bunu Azərbaycan dilinə də çeviriblər. Təzəlikcə çeviriblər özdə. Mən türkcə oxumuşdum o vaxtilə. Yəni Librafda falan olmalıdır. Məsələn, Safsatalar ensiklopedisi mənim illərdir eşitdiyim bir kitabdır. Hər dəfə dedim oxuyacam. Möhtəşəmdir. Sadəcə arxasından 2 cümləni oxuyacam. Sizə nə qədər maraqlı bir kitab olduğunu artıq özünüz də bilərsiniz. İnsan akılcı düşünən bir hayvan değildir. Düşüncelerini akıl kılıfına uyduran bir hayvandır. Röpteşandır. Bu kitabı Storytel'dən tapdım, qulaq asacağım. Burada sonra bir kitab var, ən maraqlı temalardan biridir. Mona Lisa'nın oğurlanma hekayəsini danışan bir kitabdır. 1911-ci ildə oğurlanır və bir neçə ay yoxsa bir neçə il mi tapılmır. Sonra İtaliyada tapılır. Adamın dediyinə görə bunu sadəcə Mona Lisa'nı öz ölkəsinə gətirmək istəyirdi. Bildiyiniz kimi Mona Lisa Fransanın Louvre muzeyində yerləşir. Amma o adam İtaliyaya gətirmək istəyirdi, çünki Da Vinci İtalyan olubdu. Nəsə, bu kitabı bir gün oxuyacağam, amma bu yaxınlarda yox, böyük ehtimal ki. Uzun sözün qısası, Mona Lisa bu əsər oğurlanana qədər bu indiki məşhurluğu yox idi. Hətta oğurlanıb geri qaytarıldıqdan sonra Louvre muzeyində ayrıca bir otaq verirlər Mona Lisa'ya. Ondan qabaq ayrıca bir otağı belə olmur. Gündüz düş görənlər. Görək nə deyir? New York Times'ın en çox satan kitabı bir roman daha romandır. Umutsuz bir aşk hikayəsi. Birinci Dünya Savaşı. Nigar Davud. Qız yazıb özdə, tam sənlikdir. YouTube'a qoyacağım sənə girən Nigar Davud. YouTube videomu baxıb götürərsən. İstanbulla bağlı qəribə gələn bir nüansı çatdırmaq istəyirəm sizə. Türkiyənin dövlət dili türk dilidir və burada hamı türkcə danışır. Mən belə bir şey görməmişəm. Yəni məsələn bizdə dövlət dili Azərbaycan dilidir, amma mən xalqın yarısı rusca danışır, yarısı azərbaycanca danışır. Yəni ən sevdiyim və ən şoka düşdüyüm şeylərdən biri oldu. Yəni. Ancaq xaricilər başqa dillə danışır. Bütün türklər türkcə danışır. Məsələn, ruski sektoru yoxdur burada. İnanılmaz, möhtəşəm bir şeydir. Yəni, bilmirəm, kaş bizim ölkədə Böyük adanın Yalılar küçəsindəyik. Təbii ki, belə bir adı yoxdur. Amma bu küçədə bir çox villalar, yalılar var. Türk televizyon tarixindəki bir çox seriallar bu küçədə çəkilibdir. Şakir Paşasından tut, Dudaqdan Kalbə, oradan bura. Mən çox bəyəndim. Sən də bəyəndin Nigar Davud? Çox. İşte Büyükada, İstanbul. Buyurun Nigar xanım. Siz burada yaşayardınızmı? Biz burada yaşayardınıq mı? Burada yaşayardım böyük ehtimal. Çünki maşın yoxdur. Bu İstanbul trafiğini ümumiyyətlə biz görmədik. Ya hanı o İstanbul trafiği? Düzdür, biz bu gəmidən bayaq qıraqda, uzaqda o belə skyscraperlar gördük, uzun binalar. Onların olduğu yerlər yəqin insanların daha çox belə işlədiyi, beyaz yakalıların işlədiyi yerlər falan. Yəqin ki, trafik oralardadır. Çünki şəhərin mərkəzi tərəfdə trafik yox idi, çox qəribə bir şəkildə. Günorta saat 1-dir. Düz dənizin qırağında bir yoldur. Cəmaət işə gedib gəlir. Mən burada trafik saat görmürəm qardaşım. Bakıda bu saatda neftçilərindən tut, Yasamalına kimi, Ələtinə kimi bütün yollarda probka olur. Hanı bu İstanbul trafiği?
Səssizdir, sakitdir, çox şirin restoranlar var. Bu evlərdən, yəni piyada biz adanı bayaqdan fırlanırıq düzdür. Məsələn, bir başından o birisi başına gəlmək belə bir 40 dəqiqə falan idi. Yəni indi də şəhərə artıq yaxınlaşırıq. Şəhərə yaxınlaşdıqca da bir yollar da ticada da gözəlləşirlər. Şəhərin mərkəzi zaten restoranlarla, falanlarla doludur. Yəni məsələn bundan 5-6 il bundan qabaq soruşsaydım bəlkə yaşamaram deyərdim də. İndilərdə mənim ehtiyacım olan şeylər nədir? İş, işə gedib gəlmək, yemək falan filan. Mən indi başa düşürəm insanlar niyə günümüzdə də hər ildə İstanbula köçməyə davam edir. İstanbul çox gözəldir. Bəzi yerləri gözəldir. İstanbulun o digər o gün Üsküdara getdik. Üsküdar çox qəşəng idi həqiqətən. Biz gözəl yerlərini biraz gec kəşf etmiş ola bilərik. İstanbula ikinci dəfə gəlmək olar məncə bu arada Nigarda var. Sultanahmetə getməliyik, Taksimə getməliyik. Çox sevdiyimiz yerlərə gedərik və daha yeni yerlər kəşf etmək olar. İstanbula bir həftə bəs deyil ha bu arada gənclər. Yəni deyim sizə. Əgər 3 günlük zat zəhləm geriyə elə adamlarla yenə ağlıma gəldi Quran haqqı. Gedirlər 2 gün bir həftəyə 7 Avropa şəhəri zat gəzirlər. Siz böyük bir geri zekalısınız. Buradan hamımıza səslənirəm. Bunu kim eləyirsə mənə unfollow eləsin, mənə unsubscribe eləsin. Yəni siz bu həyatı necə yaşamalı olduğunuzu bilmirsiniz. Siz bu həyata sadəcə show-off üçün gəlmisiniz. Sadəcə Instagramda şəkil video paylaşmaq üçün, sadəcə getdim demək üçün getmisiniz o ölkələrə, şəhərlərə. Yəni sizin bu həyatda yaşamaqdan həzz belə almırsınız. Bu getdim o ki bütün gün telefon əlinizdə gəzirsiniz yəni orada. Əsəbləşdim Allah. Yenə 60k izlənəcək və altında pis kommentlərin olduğu bir reels çəkdim bu dəqiqə. Deməli, Ayayorgi kilsəsinin qabağındayıq. Düz İskelenin yanından bura 3-4 kilometr məsafə yol idi. Buranı hünharcasına qalxdıq. Normalde avtobusdan da bir yerə qədər gələ bilirsiniz, amma yenə də bu təpəyə qalxmaq üçün Kavan piyada yolu gəlməlisiniz. Burada bəzi ağaclar var. Göstər ağacları. İnsanlar bura gəlirlər. Nə edirlər Nigar Davud? İnsanlar gəlirlər yolda aşağıdan etibarən ağaclara belə şeylər bağlayırlar. Dilək parçaları. Və sonra da gəlib bu monastırdan balaca bir şey uğurlayırlar. Diləkləri gerçək olanda təzədən bura qayıdırlar və həmin o uğurladıqları şeyi bura geri qaytarmalıdır. Kilsənin üzərində də belə bir yazı yazılıbdı. Yazdı ki, baxın deyir, ay gerizekalılar. Bu tipdəki inanclar sadəcə batıl inanclardır. Sadəcə Allaha etdiyiniz dualar, Allahdan istədiyiniz saf qəlblə, təmiz ürəklə istədiyiniz dualar yerinə yetəcək. Dəyərli izləyicilər, bir türk pişiyi hazırda ağacda ilişib qalıbdı. Biz onun möhtəşəm İstədim bir ara süper qəhrəman kimi çıxım kömək eləyim ona. Sonra gördüm ki, yox, mənə köməyinə ehtiyacım yoxdur. O bir türk qəhrəmanı. Sağ ol səni. Bacararsan, sənə ad qoyacağam aşağı düşsən. Ahdihəlihə qoyacağım, ha. 为了一口吃的太不容易了，这块了吗？ Hə, az qalıb. Sağ ol səni. Ya bu kinolarda zətdə pişiklər ilişib qalırdılar. 猫罐头， Hamısı yalan imiş, hə? 再或者干面包。 Halal olsun. Türk pişikləri halal olsun. Bu da barbar değil İsmail. Barbar kedi. Hadi. Bravo. Bravo. Aferin lan. Gel buraya. Bir tane miyavla. Bir tane miyav öyle. Bir tane miyav öyle. Kameraya miyav öyle. Getdi yemeğinde yemeğe. Daha ne istəsən, yemeği yedin, ağızdan 先 düşdü. 蹭我啊！哇，好有礼貌 Sinirlərlə 呀！ də şeylədin. 是吧？ Davay. 你先蹭我一下， Pişiyin 然后 adını 再 qoyaq. 开始吃。 Mən də pişiklərə ad qoymuram. Türşük koydum adımı. Pişik yoxsa türşük. Yaxşı gənclər, sağ olun, salamat qalın. Biz artıq Bakıya qayıdırıq. Birinci videomuzun sonuna gəldik. İkinci videomuz sadəcə yeməklərdən ibarət olan videomuz çox yaxın zamanda YouTube-da onlayn olacaq. Buna görə kanalıma abunə olub bildirişləri açmağı unutmayın ki, video gələndə xəbəriniz olsun. Ümid edirəm ki, maraqlı olmuşdur. Əgər maraqlı olmadısa rəylərdə yazmağı unutmayın. Maraqlı oldusa da abunə olmağı, like atmağı və yenə də rəylərdə maraqlı oldu yazmağı unutmayın. Bay bay.